Coşan Kəbir duasına siz Allahınız müraciət eləyin, baxın, görün, Allahın adları sadalanır. Nisbətə baxın, rəhmətdən nə qədər çox danışır. Ya Kərim, ya Rəhim, ya Qafur, adlara baxın da, minə yaxın o kəlməsi var da, min kəlmədir. Orada da nə qədər ad heç mən hesablamamışam, bilmirəm. Çox adlardır. Nə qədəsi rəhmət adıdır, nə qədəsi qəzəb adı. Belə deyək, nisbətdə götürsün, təxminən belə deyərsən ki, 1-2 dənə. Nisbətdə götürsün, rəhmətlə qəzəbi götürsün. Qəzəb adı itib batıb rəhmət adlarının içində. Yəni, bu boyda rəhmətdən istifadə etməyəndən sonra o səni çəkir özünə, sən qaçırsan. O çəkir, sən qaçırsan. Qopursan əlindən çıxırsan, qaçır dalınca, gəlir, yenə saxlayır, yenə qaçırsan, yenə saxlayır, yenə qaçırsan. Nə bilim, nə qədər, axır olur cəhənnəm. Cəhənnəm çox sondadır. Dərhal onu gündəmə gətirməyin mənası yoxdur. Onda da belə sual verirlər ki, bəs Allahı biz belə tanıtdırsaq, Allahın rəhmətini, məhəbbətini tanıtdırsaq, cəmaat cürət eləyib günah eləməyəcək. Nə qədər səthi düşüncəliyik biz. O saat elə bilirik ki, Allahın rəhmli bilən kimi cəmaat qaçacaq günaha tərəf. Əksinə, Allahı rəhmli bilən kimi daha çox Allaha tərəf qaçacaqlar. Allahı qəddar bilir ki, günaha tərəf qaçır, ona tərəf getmək istəmir. Gedir günahla könlünü xoş eləyir. Çünki stresə düşür Allahın yanına gələndə, Allahın qapısına yönələndə. Stresə salırıq biz, Allahdan elə danışırıq ki, insanlar Allahla ünsiyyətdən qaçır. Allahın qəddar olduğunu tanıtdırmaqla, əzabından danışmaqla elə bilirsən, cəmaat günahdan çəkinir, xeyr. Əksinə. Mən sizə bir sual verim, bilirsiniz, qiyamətdə görəcəksiniz sözümün doğruluğunu. Cəhənnəmə gedənlərin çoxsunun və yaxud da hamısının problemi nə olub? Problemi bu olub ki, onlar Allahın məhəbbətini dərk etməyiblər. Allahın məhəbbətini başa düşməyiblər. Allahı qorxunc varlıq kimi tanısaq, kim xoşlayır qorxunc varlığa tərəf getsin? Qorxunc, xoşlayırıq, xeyr. Qorxuncdur deyə qaçırıq günaha tərəf. Könlümüzü ondan xoş eləyə bilmirik. Adam anasının yanında narahat olur. Bəs niyə Allahın yanında narahat oluruq, gedirik günaha tərəf? Çünki məhəbbətini dərk eləməmişik. Uşaq hər yerdə narahatdır. Görürsən, hətta biri gəlir, deyir, necəsən, üzün çevirir, qaçır, anasından yapışır. Orada aramdır. Çünki bunun məhəbbətinə əmindir. Bizi niyə o bu cəlb eləyir özünə? Çünki biz ananın məhəbbətinə əmin deyilik. Ana deyəndə Allahı nəzərdə tuturam. Allah anadan qat-qat mehribandır. Peyğəmbər də belə müqayisə aparır, ona görə mən də belə müqayisə aparıram.